Həqiqətən lahmacun olduğuna əmin deyiləm. Lahmacun hazırlayırıq. Başlayaq. Bibəri, pomidoru və soğanı blenderdən keçirək. Bunu süzək. Alınan qarışımı qiymətle qarışdırıram. Duz, 1 çay qaşığı pul biber qarışdıraq. Belə bir soba listi var və lavaşları qoyuram bura. Daha sonra qarışımı yayıram lavaşın üzərinə. Belə görünür və sobada 180 dərəcədə 20 dəqiqə bişirəcəm. Hazırda belə bir şey oldu, amma həqiqətən lahmacun olduğuna əmin deyiləm. Burada soğan, cəfəri və sumaq var. Biber qoyacağım və biraz da pomidor qoyacağım. Biraz limon sıxıram. Qatlayaq. Dadına baxırıq. Dadı həqiqətən də çox mükəmməldir. Uzun zamandır belə dadlı və doyumlu bir şey yemirdim. Çox xoşuma gəldi. Dadı mükəmməldir, siz də hazırlayın.